Başa düşürəm. Kitan kaşırın satırsınız. Şərur rayonunda. Beləliklə biz Şərur rayonun bazarına gəlib çatdıq. Bu ne? Xiyar stili neçəyədir? Valla mən satıcı deyiləm. Alıcısan? Neçə almısan? Neçəyədir bu? Qırmızı soğan yeməklərində istifadə et. Necəsiz? Keyfiniz necədir? Bu gözəl anları sizinlə bölüşdük. Həm gəzdik, həm gördük. Çox dadlı və çox ləzzətlidir. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün Ləzzət Ovçusu gəzək, görək, harada olacaq? Şərur rayonunda. Şərur rayonunda bazarda nələr var? Eyni zamanda gəzməli, görməli yerləri sizinlə mütləq bölüşəcəyim. İndi isə vaxt itirmək istəmirəm. Gəlin birgə Şəruru həm gəzək, həm də görək. Getdik. Naxçıvan Sədərək yolu, yəni Naxçıvan şəhərindən Türkiyəyə gedən bu magistral yoldur. Elə məhz Şərura da bu yoldan gedirik. Gedərkən Arpa çayın üzərindən də keçirik. Gəlin birlikdə Arpa çaya bir baxaq, sonra Şərura gedək. Deməli, yol kənarında diqqətimi çəkən məqamlardan biri də elə məhz bu kartof plantasiyaları oldu. Maşallah olsun, Allah bərəkətli etsin. Doğrudan da buranın torpağı münbit və bərəkətlidir. Gör nə gözəl, böyük, maşallah olsun plantasiya mövcuddur. Kartof plantasiyası eyni zamanda isə də, bax, xüsusi suvarma üslubundan da istifadə edirlər. Suvarma qurğuları çəkiblər. Bax, bu üslubda suvarma vardır. Bütün plantasiya bu şəkildə suvarılır. Əlavə olaraq kartofu becərmək asan deyil. Bunu vərləyirlər, kənarın vərdənə deyirlər. Belə kənarını doldururlar. Amma bunu bilmirəm necə çotan girib, traktör bura necə girib. Yəqin ki, bu da bir işdir. Maşallah olsun, Allah bərəkətli eləsin, becərilsin, yaxşı büdcəniz olsun, kəndlidən məhsul alasınız və kəndliyə də faydamız toxunsun. İnşallah yolumuza davam edək. Getdik. Naxçıvan şəhərindən Şərur şəhərinə 62 kilometrdir. Hal-hazırda biz artıq Şərur şəhərinə çatdıq. Getdik bazara. Beləliklə biz Şərur rayonun bazarına gəlib çatdıq. İndi isə bazarda qiymətlər neçəyədir, hansı məhsullar var? Gəlin bircə tanış olaq. Yeri gəlmişkən Şərurun geniş yolları, təmiz küçələri diqqətimi çəkirdi. Həqiqətən də çox geniş və səliqəli idi. İndi isə yolumuza davam edirik. Ya Allah. Salam aleyküm. Salam, necəsən? Hər vaxt xeyir. Necəsiz? Nə var, nə? Sağ ol, sizə necəsiz? Salam aleyküm. Neçədir sonra? Xoş gördük. Bir manat çox şükür. Xoş gördük. Məşhur şad oldum sizə. Sağ ol, təşəkkür edirəm. Allah razı olsun. Allah razı olsun. Dedi bir Şərurun bazarına gələk görək necədir. Səfər gəlibsiniz. Bazara bir daxil olaq inşallah. Sağ ol. Salam aleyküm. Xiyar stili neçəyədir? Valla mən satıcı deyiləm. Alıcısan? Neçə almısan? 40 qəpik, ya bazar olsun. Kaşır neçəyədir? 4 manat, 5 manat. Haran kaşırdır? Haran kaşırdır?
Eyvazxan, Hadi çəkmə ki sən də onu. niyə? Çəkmə də, gəlib çəkibsən zülfansan Allah çəkmə. Yox, niyə çəkməyim də deyil. İstəmirəm də çəkəsən də. Sən üzünü çəkməyə bilərəm, malı çəkə bilərəm. Etiraz da eləyə bilmərsən. Bilmirəm oranı, 2 dənə. Başa düşürəm, 2 dənə kaşırın satışçısı. Xiyar stili neçəyədir? Valla mən satıcı deyiləm. Alıcısan, neçə almısan? Mən bilmirəm də, hardan gətirib xəbərim yoxdur, gəlir onu da. Belə aqressiv elə cavab verirlər. Sən elə eləmə, bax, əvvəl başqa tərzdə eləyirsən. Maldır, soruşmaq haqqımdır və hər kəsin də ictimai bir haqqıdır. Aldığı məhsulun tərkibini, ünvanı soruşa bilər. Sən doğru mal satsansa malın haqqında məlumat verirəm. Burada qeyri-adi bir şey yoxdur ki. Salam aleyküm. Neçədir çörək qardaş? Bu boyda 1 manat. Ay maşallah olsun. Görürsünüz dostlar. 1 manata bu boyda çörək. Yer gəlmişkən biz ən son çörək harda almışdıq? Lənkəranda. 1 manat 50 qəpiyə balaca çörək almışdım Lənkərandan. Amma burada bu boyda çörək 1 manat. Bazar olsun. Bu da sizindir. Xiyar neçədir işdir? Xiyar 40 qəpik. Kələm Kəlam 3 dənəsi 2 manata da verir. 3 dənəsi 2 manat, 1 manat. Bəs pomidor? Pomidor baxır da 50 qəpiyə, 70-ə belə satır. Maşallah. Bazar olsun. Maşallah şəhərimiz yad elədiniz. Hə, gəldi şəhər. Bütün Necəsiz? işlərinizə bax. Eləmi? Sağ olun. Sarımsaq neçədir? 80 qəpik. Maşallah. Hətta haran sarımsaq? Yerli mal. Amma gör nə gözəl sarımsaqdır, bax. 80 qəpikdir. Bazar olsun. Salam aleyküm. Aleyküm. Necəsiz? Bazar olsun. Yerli malınız nəyiz var? Xiyarımız var, pomidorumuz var. Yerlidirlər onlar. Xiyar neçədir? Xiyar 1 manat 50 qəpik. Ay maşallah. Bax, Toplanı 1 manat. görürsüz? 1 manat 50 qəpiyə, topdan da 1 manat xiyar. Pomidor Pomidor 3-ə toplanı 50-yə kilo. maşallah. Bazar olsun. Kartof 50 qəpikdir. Çuğundur 1 manat. 1 manata. Soğan 40 qəpik, 30 qəpik. Bəs qırmızı soğan? Soğan 1 manat. Mən qırmızı soğan çox sevirəm. Bəs sən? Qəşəng ağladı qırmızı soğan. Adətən nədə xoş yarsınız? Yeməkdə, kababda. İndi hər gün kabab olmur, amma Hər gün olur hə, yemək. yeməklərdə dadlı olur. Qırmızı soğan çox ləzzətlidir. Yer gəlmişəm, bol-bol istifadə etməyə çalışın. C vitamini və eyni zamanda da həzm prosesini gücləndirir, amma pərdəsi ilə deyil. Qırmızı soğan yeməklərində istifadə edin, antioksidan gücə malikdir. Salam, necəsiz? Alça neçədir? Alsa 8 manat. Ha, göycə 8 manat. Bu Kəlbəcər duzudur deyəsən, yoxsa? Salam aleyküm. Necəsiz? Xoş gördük. Hara duzudur bu? Kəlbəcər deyil də yəqin. Naxçıvan. Aha. Bazar olsun. Neçədir kilosu? 80 qəpik. Yerli nə məhsulunuz var? Yerli çiyələk. Bəs Cəllabaddan gəlmir o. yerli. Ha, neçədir? Bir 8 manat. 8 manat. Baz alıcısı varmı? Yox, zəifdir. 8 manat nətər alsın. Amma 100 qram da olsa ala bilərlər də. Hər bir qidanın ən gözəl vaxtı mövsümü tükətməkdir. Olanda qiymət düşür. Bazar olsun. Necəsiz? Xoş gəldiniz. Gəlib burada çıxdıq da. Salam aleyküm. Nə gözəl ətiniz var. Her bir şeyimiz var. Evet. Allah razı olsun. Təşəkkür edirəm. Allah razı olsun. Hoş geldiniz. Ətlər neçədir? Et, dana da kuzuda 16 manat 50 getir. 16 manat 50 qəpiyə. Quzu əti də dana əti. Bəli, her ikisi. Maşallah, bazar olsun. Allah razı olsun. Dana da gəl ətə baxır. Ətin gözəlliyinə bax. Bax. Dünya bismillahın tertemiz kəsimlərimiz olur. Dünyanın yerli cəmaatımızda. Tam İslamı, qonaqlarımız da bilir. İslami şərtlərə uyğun olaraq kəsilmişdir. Gör nə qəşəng, topbu şirin danaymış. Tam zəmanətliydi kəsimlərimizə görə. Maşallah, qəşəng. Bəndə də şahid olmasa Allah şahiddir kəsimlərimizə hər bir şey. Maşallah. Quzu, bu da qoç. Bəli, bəli. Quzu, nə quzudur, nə qoçdur belə deyim. Hə, maşallah, qəşəng, səliqəli, təmiz.
Ətiz gözəl, rəngi gözəl. Allah razı olsun. Onları qoydum dilinə, qəşəng çayımız, bax, nə desəz xidmətinizdə. Mən sizə təşəkkür edirəm. Xoş gəldiniz. Sağ olun. Bazar olsun. Salam aleyküm. Ha, bu üzüm qurları neçədir deyə bilərsiniz. 550, Aha, 350, aha. Maşallah. Bax, diqqət edirsiniz dostlar. 3 manatdan başladı 5.50-yə. 250'ye, 250'ye, 250. Bu. Diqqət edirsiniz. Görürsünüz qiyməti. Bu neçədir bu? Onun toplam Ən dadlısı hansıdır? en dadlısı bu üçü. Həqiqi. Bunda mən ondan alım da. Onu hələ biz karaplayla latırdık. Neçə versin? Karaplayla 3 kilo. Karaplayla 5 manata, karaplayla 3'ə, 250'ye, 250'ye, 250'ye. Görürsünüz. Marketlərdə gedib zərərli xarici qidalar almayın. Quru meyvələr var xarici, almayın. Yerli məhsuldur. Üzüm qurusu. Çox zəngin, minerallarla zəngindir. Alıb istifadə edin. Nə üçün gedib marketlərdən almalısınız? Yəni marketlərdən konfet deyirəm ha. Marketdən niyə alırsınız deyil. Yəni marketlərdə məhsul alarkən yerli, qurudulmuş, saf, təbii meyvə qurularını almağa çalışın. Allah razı olsun. Çox xoşumuza gəldi. Sağ ol. Dəyərli kişisən. Təşəkkür Dəyərli. Vatanımızı belə gözəl insanlar. Allah razı belə olsun. Nə satsınız? Göyərti satır. Yox, bu kimin dəstgahıdır? Bu. Qardaşımızdır belə çörək. Maşallah, görürsünüz dostlar. Bu da günorta Amma bəzən, salam, necəsiniz? Xoşsunuz, sağ ol. Bəzən belə bir şey var. Alveri sayarlar ki, kim nə qədər alver elədi. Amma görürsünüz, burada özləri üçün soğan, pendir, çörək yeyirlər. Yəni, düşünün, bu da var. Salam aleyküm. Necəsiniz? Göyərti neçədir? Göyərtilər 5-in 1 manata satır. Maşallah. Özümüz əkib yetişdirik. Yaxşı göyərtilərimiz var belə. Nə gözəl, nə gözəl. Bazar olsun. Xalqa qulluq edirik. qəşəng. Orqanik tüşlər deməli, doğal əkib yetişdirik, kübrəsiz, dərmansız. Tərxun neçədir? Tərxum 20 qəpiyə satılır. Ha, nə yaxşı, nə gözəl. Hə, özümüz əkib yetişdiririk. Bizim kənd ümumiyyətlə əkinçiliklə məşğuldur, kükkandıdır, Şərqoyanın kükkandır. Ha, maşallah. Yəni özümüz Diqqət edirəm ki, Şərurda ümumiyyətlə kənd təsərrüfatına daha çox üstünlük verirlər. Var, Əkinçilik filan. Naxçıvan Muxtar Respublikasında demək olar ki, Şərur birinci sırada gedir, Ha, əkinçilik. maşallah, Həm maşallah. suyumuz çoxdur, Boldur. boldur suyumuz, ha. Belə gözəl əkib yetişdiririk, xalqın qulluğunda duruq. Başın qatacaq yeməyi yeyəcəklər onlar. Qoy yesinlər, yox. Kasıb mərd olar, kasıbın çörəyini yeyərlər. Nuş olsun Sağ olun, sizə də. sağ olun. Bazar olsun. Allah bol müştəri yetsin. Sağ olun, buyurun. Ha, necəsiz? Hoş geldiniz, sağ olun, Sağ sağ olun. Siz nə satsınız yerli məhsul? Biberdir, pazıdır, köydür, kıvırcıqdır. Qiymətləri? Qiymətləri ucuzdur. 3 manat, 1 manat 50 qəpik. Ha, bazar olsun. Kök 1.50, kıvırcıq bir tanəsi 1 manat. Belə də kənd təsərrüfat məhsullarıdır. Maşallah. Yetişdirmişik, indi də satırıq. Necəsiz? Keyfiniz necədir? Nə var? Ələyiz neçədir? Əvvəldə 6 manat var. Əvvəli Əvvəli 3-ə, 4-ə, 5-ə. 3 manat, 4 manat. Ölçüyə görə. Ha, sonra nə var? Fərqli. Sirkələr Alma sirkələr 3 manat, 1 litr. 3 manatdır 1 litri. Zirinci soku beləsi 5 manatdır. Bu da itburnu sokudur. Deyət doşabıdır. Ha, o neçədir? 10 manat. 10 manat. Bazar olsun. Bəs tut qurusu Bu 6 manat. 6 manat. Bazar olsun. Allah bol müştəri yetsin. Yox, sağ ol. Vallahi sağ ol. Allah razı olsun. Gəlirik. Bura kimindir görəsən? Bu adam neçədir? 6 sizindir. Bazar olsun. Sarımsaq neçədir? Gözəl insan. 1 manata. 1 manata. Qarpazı 1 manat. Yerli sarımsaq. Yerli. Amma nə gözəl sarımsaqdır. Maşallah, maşallah. Baxın, Sədərəkdən gətirir. yerli məhsul, sədərək, gözəl. Bazar olsun. Sağ olun.
Göyərtilər neçəyədir? Salam aleyküm. Fiyatından 4'ü bilmiyorum. 4'ü 1 manata, nuş olsun. Haran lobiyası? Ama sabırı. Şarurun ya. Ha, Məhəmməd Sabirin lobiyası çıxıb, kilosu 8 manat. Bazar olsun. Sağ olun, sağ olun şöyle. Qarpız neçəyədir? Yox, qiymətini 2 manat 50 qəpik. Yemiş neçəyədir? Yemiş 2 manat 50 qəpik. Aha. Bəs lobiya harandır? Kilosu 5 manatdır lobiyanın. Yaxşı, bazar olsun. Alma sirkəsi neçəyədir? 3 manat. Salam aleyküm, necəsiz? Yaxşı, alma buranın sirkəsidir. 3 manatdır, evdə çəkilmiş alma sirkəsi. Gözəl sirkədir. Bal neçəyədir? Salam, necəsiz? Salam. 30 manat. Haran baldır? Günlük bağlı. Ha? Günlük. Günlük balıdır. Maşallah, bazar olsun. Bəs bunlar? Ay qulağı. Deməli, kişilər üçün ən əsas vacib olan son zamanlar daha yayılmış olan prostat vəz xəstəliklərdir. Bu xəstəliklərin qarşısını almaq üçün bunu dəmləyib çayın içirlər. Bazar olsun, neçə idi? 2 manat. 2 manat. Bal neçəyədir? Bu 35 manat, 30 manat. Təmizdir də yəqin ki. Balı millətlərinə baxın. Öz məhsulum. Mən özüm Həqiqi? 18 ildə arı saxlayıram. Arı Mən özüm, saxlayır. bəli. Hardadır arı yerin? Hal-hazırda Şəhər rayon Mamuk kəndində yerləşir. Maşallah. Balın maşallah ətrinə baxasan kimi Ətinə baxmaq olar, dadına yox. dadına da baxmır. Adına İlla ki ətir deyirəm, bir dadına bax deyərlər. adına azlı qaşıqlarımız da var. Ver buyurun. dadına baxaq. Allah razı olsun. Kilosu neçədir? 35 Gözəl manat. 35 manat. Bismillah. Bəli. Bismillah. Düz rəydə deyil. Desəm incimiyəsən. Yox. Bax dəqiq olsun. Bəli. Yox, incimiyəsən. Yox, Allah'ın Dəqiq olsun. olsun. Allah'ın olsun yox. Çox əla bağlıydı. Çox bəyəndim. Bunun yanına çaycaq da ver, içək də. Çayımız da var. Deyirəm, gələm orada çay için. Bal möhtəşəm idi. Çox gözəl. Yer gəlmişkən məlumat üçün bildirim. 2 bazar mövcuddur. Biri açıq bazar, biri isə qapalı bazar. Hal-hazırda qapalı bazardayım. Yeri beton döşəmə, üstü qapalı və ərazisi isə rahatlıqla ticarət etməyə uyğun bir şərait yaradılmışdır. Ümumiyyətlə, belə bazarların bütün bölgələrdə olmasını istəyərdim. Daha insanların rahat alış-veriş etməsi üçün. Bu arada, elə burada durmuşam, sucuqlar mənə baxır. Qiymətini soruşaq, görək sucuq neçəyədir. Sucuq neçəyədir? Salam aleyküm. Salam aleyküm, xoş gəlibsiz. Necəsiz? Çox sağ olun. Sucuqlar neçəyədir? Sucuq 5 manata var, 5 50-yə manata. var. Budur. 2.50 bunlardır. 2.50-yə də bunlar. Bunlardır. Hə. Sonra nə? Bura yerli nə məhsullar? Yerli məhsullar hamısı bunların yerlidir. Məsələn, ay qulağı var, böyrək üçün var, öd üçün var. Bütün otlarımızın hamısından. Məlumat üçün bildirim, bax burada qulançarın toxumu da satılır. Alıb həyətinizdə, türklər kuşqonmaz deyib, alıb həyətinizdə rahatlıqla əkə bilərsiniz. Həmin qulançar dediyimiz bax budur, toxumu da satılır. Alıb əkələ bilərsiniz. Məsələn, mən dünən qulançarla yumurta yemişəm. Bu isə göbələkdir, çimən göbələyidir, yığılıb, burada satırlar 8 manat. Ən dadlı, ən ləzzətli göbələklər sinifinə aiddir. Yeri gəlmişkən, bunu da bildirim. Kiriş, qazayğı, bax bu qazayğıdır. Bu da kiriş. Çoxdan yoxsuz. Niyə yox? Siz Vezada geyirsiniz. Yenə də verilişli olaram. Nə yaxşı gördüm, çox sevindim. Sağ ol. Sucuq alırsınız yəqin. Mən Moskvada yaşayıram. Eləmi? Hə, maşallah. Mən qızıma çox sevir, Türkiyədən alırdım. İndi bu dəfə getməmişim ora. Buradan deyir ki, Ordubadan sucuğu sevin istədi. Bacımın qızıdır, bacım kimindir. Biz buradayıq, burada yaşayırıq. Əslimiz burada, Zeyvə Düdəngə qızıyıq. Görə sizə baxırdım. Eləmi? Hə. Bazar olsun sizə də.
Şad oldum. Sevirəm, belə tvorческий adamları Sağ ol. çox sevirəm. Çox sağ ol. Çox xoş gəlibsiniz. Minnətdaram. İndi mən buranın qızıyam, sizə xoş gəldim deməyə ixtiyarım çatır. Bəli, haqqınızdır. O sizin haqqınızdır, mənə deyəsiniz. Bəli. Bəli. Xoş gəlibsiniz. Çox sağ olun. Hamı sizə hörmət eləməlidir. Sağ ol, Allah razı olsun. Televizor adamıdır. Siz Təşəkkür edirəm. Beləliklə bugün Şərur bazarında çəkilişim sona çatdı. Həqiqətən də bazar çox təmiz və səliqəlidir. Yeri görsüz döşəmənin. Bəzi bazarlar var ki, qaloşla gəzirsən, ayağın yenə palçıq olur. Şərur bazarında xoş təəssüratla ayrılıram. İnşallah bir daha gələrik. Bazarda ümumi olaraq qiymətlər ortadır. Amma inşallah ki, cəmaatın da yaxşı pulu olar, gəlib alver edərlər. Çox sıxlıq deyildir, azdır insanlar. Bu da ola bilsin ki, büdcə ilə asılı olaraq olur. Sağollaşmaq istəyirəm. İndi gəlin Şərurun gəzməli, görməli yerlərini bərabər sizinlə gəzib, görək və kəşf edək. Bazardan bu qədər. Hələlik. Arpaçay üzərində qurulan su elektrik stansiyasıdır və həqiqətən də möhtəşəm bir, gözəl bir görüntüyə sahibdir. Gördüyünüz kimi Arpaçay üzərində qurulan su elektrik stansiyası bura gəlmişkən eləməz Arpaçay restoranına da gəlib dadları, ləzzətləri ovlamaq istədim. Düzdür, balıq mövsümü olmasa da əvvəlcədən balıq tutub soyuducuda, yəni dondurucuda saxlayırlar adətən. Yay və digər mövsümlərdə də həmin balıqdan istifadə edirlər. İndi isə gedək restorana. Bəzən elə bir gözəlliklər olur ki, bunu bir çərçivəyə yığıb ifadə etmək belə çətin olur. Hətta belə deyərdim, şairlər öz misralarında öz gördüklərini ifadə etsələr də belə bəzən bu mənzərənin, bu təbiətin, bu gözəlliyin qarşısında bəzən biz aciz qalırıq. İndi isə restoran ərazisindən gəzib tanış olmaq istəyirəm. Əslində, restoran ərazisi elə bir mövqeydə yerləşmişdir ki, bu restoran demək olar ki, tam Arpaçay gölünün və eyni zamanda Arpaçay su elektrik stansiyasının və eyni zamanda Arpaçayın tam üzərində yerləşmişdir. Ləzzət ovçusu olaraq da xüsusi ləzzətləri ovlayıb deməyi özümə borc bilirəm ki, sizə bu haqda məlumat verim. İndi isə gedək, bütün ətrafla tanış olaq. Deməli, menuda nələr vardı? Gəlin, açıq səmada məlumat verim. Menuda olan məhsullar haqqında məlumat vermək istəyirəm. Bozpört mal əti ilə, quzu əti ilə ayrıdır 7 manat. Quzu əti ilə 7 manat 50 qəpik, qovurma 6 manat. Ümumiyyətlə, menu genişləmək istəyirəm, kabablara gəlim. Quzu ətindən lülə kababı hal-hazırda qiyməti 5 manat. Təsəvvür edirsiniz, görəsən necə ətdir. Lülə kababı dürməkdə 4 manat. Quzu ətindən tikə kabab 7 manat. Quzu antrikotu 8 manat. Quzu iç salatı 6 manat. Quzu quyruq kababı 7 manat. İndiyəcən belə qiymət görməmişəm. Yer gəlmişkən, masada xidmət edən bugün Hüseyin bəy olacaq. Qiymətlər neçədir bunlar? Əlinizdə olan kələm salatıdır, 2 manatdır. Aha. Bu gördüyünüz əzmədir, biber əzməsi. Aha. 2 manatdır burada. Bu pendiri açaq. Çetik peynirimizdir.
4 manat. Aha. Sonra? Əlizdəki qavurma, quzu qavurmasıdır. Sonra? Baldırqanımız Bax, var. bunun 3 gözəlliyinə manatdır. bax. Baldırqan 3 manatdır, eləmi? Bəli. Bismillah. Soğan salatımız. Soğan salatına bax. Boy dədəcəm. Bu nədir? Mən balıq yeyəcəyim. Bunlar qoydunuz, mən nə yeyəcəyim? Şüyüd salatımız. 2 manat. Tərxin də əla. İnan dostlar, o qədər acmışam. O qədər acmışam. Bismillah. Bəlkə stol gətirin, bir yerdə oturaq. Sağ ol. Mən geyim sənə bir stol gətirin. Lüllə kebabımız Neçədir? 5 manatdır. Bax, Hər biri 5 manat. titriyir, lülüyə bax. Kuzu antrikotumuz O 7 manat. Soyuq kebabımız 5 manat. Bax, bunlar qoyursun, bax, biz neyə duraq çıxaq gedək? Bax, niyə balığı gətir, bax, bax, bax. Hələ müəllim yeməyimiz qurtarmayıb, balığımız var. Başlamamışım, deyir, qutarmayım. Qoymursan ki, yeyim. Bu da arpa